Gürcü Arzusunun konstitusiya iddiasının ünvanladığı şəxslər siyasi və hüquqi mübarizə elan edirlər. Milli Hərəkat, Yeni və Lelo hakim komandanın bu üç müxalifət partiyasının konstitusiyaya zidd kimi tanınması və qadağan edilməsi ilə bağlı iddiasını klassik diktatorluq addımı kimi qiymətləndirirlər. Milli Hərəkat və Yeni partiya bildirirlər ki, bu mərhələdə cavabdeh kimi vəkil tutub-tutmayacağına qərar verməyiblər. Baxmayaraq ki, küçə etirazlarının aktiv şəkildə davam edəcəyini dəqiq bilirlər. Leloya gəldikdə isə onlar artıq partiyanın qadağan edilməsi məsələsindən məhkəməyə müraciət ediblər. Xatırladaq ki, parlament sədri dünən keçirilən brifinqdə siyasi fəaliyyətin qadağan edilməsinin kimlərə təsir edəcəyini izah etdi. Siyahıya Milli Hərəkat, Yeni partiya və Lelo daxildir. Gürcü Arzusu iddiasının parlamentin müvəqqəti istintaq komissiyası tərəfindən hazırlanmış 500 səhifəlik rəylə dəstəkləyir. Gürcü Arzusu prosesi siyasi baxımdan tarixi bir an adlandırır və iddianın iki əsas meyardan ibarət olduğunu izah edir. Birincisi, konkret bir partiyanın hərəkətinin nə dərəcədə konstitusiyaya zidd olması və ikincisi, ölkəyə nə qədər zərər verə biləcəyi. Hakim komanda həmçinin Gürcüstan Naminə Qaxaryanın qadağan siyahısına daxil edilməməsinin səbəbini də izah etdi. Çoxluğun liderləri deyirlər ki, sözü gedən partiya 4 oktyabr hadisələrindən uzaqlaşıb və parlament fəaliyyətinə qoşulub. Konstitusiyaya şikayətini imzalayan deputatların imzalarının həqiqiliyi barədə rəy prosedur məsələləri komitəsi tərəfindən müzakirə edilmiş və dəstəklənmişdir. Partiyaların qadağan edilməsi ilə bağlı şikayət müvəqqəti istintaq komissiyasının rəyi əsnasında hazırlanmışdır. Gürcü Arzusu deputatları Xalqın Gücü və Avropa Sosialistləri tərəfindən imzalanan konstitusiya şikayətində Milli Hərəkat dəyişiklik üçün koalisiya və Güclü Gürcüstan, Lelo'nun fəaliyyətinin konstitusiyaya zidd və qadağan edici kimi tanınması xahiş olunur. Prosedur məsələləri komitəsi həmçinin parlament komitələrində proporsional təmsilcilik kvotalarının müəyyən edilməsi məsələsinə müzakirə edib və dəstəkləyib. Deputatlar artıq daimi parlament nümayəndə heyətlərində proporsional təmsilcilik kvotalarının müəyyən edilməsi məsələsini müzakirə ediblər və bunu da dəstəkləyiblər. Kvotaların yenidən müəyyənləşdirilməsi zərurəti Gürcüstan Naminə Qaxarya partiyasının deputatları parlament fəaliyyətinə başladıqdan sonra gündəmə gəlib. Parlamentdə regional inkişaf və infrastrukturun nazirinin dinlənməsi başlayır. Ölkə daxilində davam edən infrastruktur layihələri, məktəblərin bərpası və tikintisi, yolların bərpası Bureva Soxacenin çıxışında müzakirə edəcəyi məsələlərin natamam siyahısıdır. Deputatların sualları planlaşdırılan layihələrlə də bağlı olacaq. Məlumdur ki, nazir müxtəlif infrastruktur layihələri ilə bağlı 68 sual göndərilib. Reva Soxace qanunverici orqanda sorğu proseduru vasitəsilə dinlənəcək. İsrailin Qəzza zolağına hücumu. İsrailin baş naziri dərhal və güclü zərbələr endirilməsini əmr edib. Hücumda 60 nəfər həlak olub. İsrail mediasının məlumatına görə Benyamin Netanyahu bu qərarı Həmasın atəşkəsi növbəti dəfə pozması səbəbindən verib. Anklavın bir neçə yerində güclü partlayışlar eşidilib. Ən ağır zərbələr Qəzza şəhərində qeydə alınıb. ABŞ prezidenti Qəzzada atəşkəs razılaşmasını heç nə təhdid edə bilməyəcəyini deyir. Donald Trump qeyd edib ki, Həmas İsrail əskərini öldürüb və bu İsrail qisas almağa vadar edib. ABŞ prezidentinin sözlərinə görə Həmas yaxın şərqdə əldə edilən sülh razılaşmasının çox kiçik bir hissəsidir. Prokurorluq artıq yetkinlik yaşına çatmayanların alverib, fahişəlik üçün yer təmin etmə və fahişəliyə şərait yaratma ithamları ilə həbs olunmuş şəxsə qarşı rəsmi ittiham irəli sürüb. O, 1997-ci il təvəllüdlü kişidir. İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs əvvəlcədən məlumatlı şəkildə yetkinlik yaşına çatmayan bir qızı cinsi istismar məqsədi ilə cəlb edib və onu özünə məxsus masaj salonlarından birində işə götürüb. Toplanmış sübutlar göstərir ki, yetkinlik yaşına çatmayan qız bu yolla qazandığı gəlirin yarısını həmin şəxsə verib. Cinayət əməlinə görə 12 ilə də azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Qrup halında xüsusilə böyük miqdarda narkotik vasitənin alınması, saxlanılması və satışa kömək etməkdə ittiham olunan 2 nəfər Mçxetam Tiyaneti Polis Departamentinin əməkdaşları tərəfindən saxlanılıb. Onların yaşadıkları evlərə və avtomobillərinə aparılan axtarış zamanı satış üçün hazırlanmış Alfa PVP adlı narkotik vasitə aşkar edilərək götürülüb. Cinayət əməli 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur. Xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və qanunsuz satışına kömək etməkdə ittiham olunan bir nəfər Kartli Polis Departamentinin əməkdaşları tərəfindən saxlanılıb. Təqsirləndirilən şəxsin avtomobilində və üzərində aparılan axtarış zamanı sübut kimi 126 ədəd paket qablaşdırılmış metadon adlı narkotik vasitə aşkar edilərək götürülüb. Cinayət əməli 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur. Gürcüstanda başlanan ilkin səhiyyə islahatı Danimarkada davam edən Avropa Regional Komitəsinin 75-ci siyahısında tarixi bir islahat kimi qiymətləndirildi. Ümumdünya Səhiyyə Təşkilatının tədbirində Avropa üzrə regional direktoru ötən ilin hesabatını təqdim etdi. Mikhail Sarcueladze də sessiyada çıxış edərək Gürcüstan səhiyyə sektorunda baş verən dəyişikliklərdən danışdı. Görüşdə Avropa regionunda uşaqların və yeniyetmələrin sağlamlığı və rifahı strategiyası, eləcə də ictimai səhiyyə üçün innovasiyalardan istifadə strategiyası müzakirə olunur.